tərkibinə baxardım. Yəni müsəlman olaraq tərkibində donuz məhsulları olmasa niyə ki də yox, alardım. Fərqi yoxdur, alaram. Çünki bu əməkdaşlıqdır. Həm iqtisadi baxımdan baxsaq, həm ölkənin qazanmasıdır, həm onlar, həm biz baxımdan. Yox, ermənidən heç də almaq istəmirəm. Yəqin ki, alaram da. Yaxşı bir şey olsa niyə də almayayım ki? Xeyr. Çünki kafirdən mən mal almaram axı. Onlar kafirdir mənim üçün. Mən heç bir şey almaram. Bu vətənin balaların qıran ermənilərdən heç nə hava versələr də almaram. And olsun Allahın cəlalına. Yəni bu Ermənistan nə salmısınız xanım bu bu ölkəyə? Sən bilmirsən biz düşmənik. Biz düşmənik. Bu uşaqlar atasız qalıb, bu uşaqlar valideynsiz qalıb, bu uşaqlar hamısı gəlinlər dul qalıb, analar balasız qalıb. Elə olub ki, bir evdən bir oğul var, oğlundan başqa ikinci bir uşağı yoxdur. Bu vətən yolunda canından keçib. Mən erməni ilə sülh and olsun Allahın cəlalına. Dünya nə bilim yer üzündə qalaram, ölməyə razı olaram. Ermənilərindən nə bilim dünyanın malını istəmərəm, ya özlərini istəmərəm. Ay xanım nəyimizə lazımdır ki bu erməni bizim? Heç nə istəmərəm mən onlardan. Onların mallarına da, özlərinə də nifrət eləyirəm. Hə and olsun Allaha. Nə alıramsa Azərbaycandan alıram. Yəqin ki, yox. 90% yox, 10% deyə bilmərəm. Nə düşmənlərimiz olub da. Bilə bilmir yaxın nə olar, nə olmaz. Etibarım yoxdur. Alaram. Onlar mənə nə bilirlər kimdir, nədir. Amma genə də qorxuludular onlar. Almaram. Niyə almarsın? Nə bilim.